Gənclər salam, hər vaxtınız xeyir. Hazırda Nasdaqda bu bölgənin satış əməliyyatına daxil oldum. Yuxarıları gəlsə təkrar əlavələr edəcəm satış əməliyyatıma. Bu zonaya kimi saxlayacağıq əməliyyatı. Buradan bura qədər olan məsafəni götürmək istəyirik. Daha doğrusu belə. Burada ötəri şəkildə gəlin danışım nəyə görə açmışam bu əməliyyatı. Artıq bir neçə gündür ortalama bir neçə günlük qrafikə əsasən həcmin ən az olduğu value areanın xaricinə çıxdığını görürük. Xaricinə çıxdıqdan sonra təkrardan qiymətin value area daxilinə geri qayıtmaq istədiyini mən burada təxmin edirəm və ilk olaraq bu hissəni keçəcəyini, ilk klasteri keçəcəyini düşünürəm mən. Və daha çox üst-üstə düşən bölgələrimiz var burada, overlaplar. Onlara gələcəyini və buralardan artıq təkrar geri çəkilib, təkrardan aşağıya doğru bir istiqamət yaxud da buralardan təkrardan yuxarı gedəcəsi, yuxarı yöndə hərəkət edəcəyini düşünürəm. Amma yüksək ehtimallı şəkildə qiymətin bu hərəkəti edəcəyini təxmin edirəm. Və bunun olmama ehtimalına da hazırlıqlıyıq. Biz bilməliyik ki, tradingdə randomluqdan ibarətdir. Yəni tradingdə hər şey random hərəkətlərdən ibarətdir. Sən nə qədər bəzəsən də, sənin qaydaların nə qədər doğru olsa da burada bu demək deyil ki, bu əməliyyat uğurlu şəkildə gələcək. Yəni bunu demək ağılsızlıqdır. Yəni sırf sən gözəl əməliyyat eləmisən, əvvəl işləyib deyə bu işləyəcək deyə bir şey yoxdur. Ona görə də bunu qəbul edərəkdən, yəni bunu qəbul etmirsinizsə, siz tradingdə zaten qazana bilməyəcəksiniz. Siz bilməlisiniz ki, siz hər hərəkəti bilə bilmərsiniz. Hər hərəkəti astığınız əməliyyatı doğru, uğurlu başa vura bilmərsiniz. Bu zonanın sərt keçirməyin, bura kimi gəlməyin, buradan təkrar qayıdıb, buralarda biraz vaxt keçirib, daha sonra hədəfimizə doğru irəliləyəcəyini düşünürəm qiymətin. Əməliyyatımızın girişi hardadır? Girişimiz buradadır. Girişimiz buradadır, hədəfimiz buradadır. Take profit bölgəsini bu şəkildədir, dəyişməyəcəm. Buranın altına keçsə belə ehtimal var, amma mən buralarda çıxacam əməliyyatdan. Maksimum nə edə bilərəm? Yuxarı gəldikcə stopumu yuxarı çəkib buralarda əlavələr edəcəm qiymətdən özümə, çünki buralar satış üçün əlverişli zonalardır. Yuxarı gəlməsə əgər, buradan olduğu kimi getsə birbaşa aşağı, bu əməliyyatdan 738 dollar 50 sent xeyir götürmüş olacaq. Amma yuxarı gəlsə əlavələr edərək bu xeyri daha da böyütmə ehtimalımız var. Hazırda birbaşa aşağı gəlməni istəmirəm şəxsən. Biraz qalsaydı yaxşı olardı, amma artıq deyəsən gəlmək fikri yoxdur. Gəlin bu əməliyyat gedənə kimi söhbət edək uşaqlar, çünki belə boş-boş gedir. Sizi tradingdə irəli və geri atan şeylər haqqında danışaq. Deməli, sizi irəli yaxud geri atan tək şey var. Bu da tradingin nə olduğunu necə qavramağınızdır. Yəni tradingin nə olduğunu siz böyük ehtimal ki, yanlış qavrayırsınız və ona görə də uğursuz olursunuz və səhvlərinizdən nəticə çıxara bilmirsiniz və doğru bildiyiniz bu gerçək sizə icazə vermir ki, beyninizdə sizi sıxır ki, qısıtlayır ki, siz
səhvlərinizdən nəticə çıxara bilməyəsiniz və özünüzü daimi olaraq günahlandırasınız. Səhvi özünüzdə axtarırsınız və biliyinizdə axtarırsınız. Texniki olaraq yanaşırsınız səhvə. Səhvə texniki yanaşdıqdan sonra da mövcud strategiyanızı dəyişirib başqa bir şey keçirsiniz. Amma sizdə tema orada deyil. Yəni mövzu bazarın necə işlədiyini, tradingin tam olaraq nə olduğunu, necə davranmalısınız. Bunu bilmədiyiniz üçün siz əslində uğursuz olursunuz. Bunun haqqında dərsimiz gələcək. Zehin olaraq, yəni risk idarəsi də ən önəmli faktor burada. Risk idarəsidir. Risk idarəsində doğru tətbiq etməyiniz üçün siz görə bilməlisiniz, siz ekranı görə bilməlisiniz. Şamları görürsünüz, amma sizin şamların sizə nə demək istədiyini görə bilmirsiniz. Bunu görmək üçün də zehninizi ilk öncə tanımalısınız. Öyrənməlisiniz ki, necə davranır. İnsan olaraq yaranmışıq biz. Trader olmaq üçün yaranmamışıq. Yəni yaradılışımız, normal olaraq insan yaradılışımız bizə trader olmağımızı əslində əngəlləyəcək şəkildə biz yaranmışıq. Tradingin günahının bizdə olmadığını anladıqdan sonra bunu riyaziyyatla birləşdirdikdə qutarı gedir. Siz artıq tradedən karlı şəkildə qazanc əldə edə bilirsiniz və bunu da yaratmaq üçün siz cəhdlər eləməlisiniz. Yəni öz üzərinizdə işləməlisiniz. Bu birdən-birə bir videoya baxım, 2 videoya baxım olan şey deyil. Bunu mən sizin necə etmək olduğunuzu kömək edə bilərəm, göstərə bilərəm. Bundan sonrasını sizdə fərqindəlik yaranıb, gedib üzərinizdə işləyərək artıq əldə edə bilərsiniz hər şeyi. Yəni bu sahədə profitable olmaq istəyirsinizsə, mən bunları sizə necə etməli olduğunuzu göstərəcəm. Ondan sonrası artıq sizin əlinizdədir. Siz həqiqətən də bu yolu seçəcəksiniz yoxsa yox. Qiymət həqiqətən də buranı sərt şəkildə maraqsız ondan keçir. Gəldi bura. Buralarda biraz geri çəkilib yığılma edə bilər, əgər buralarda şeyləsə, maraq zonasıdırsa. Evet, buradan bir reaksiya gələcək yuxarıya. Yoxsa birbaşa gələcək hədəfə. Hazırda 534 dollar kardayım. Buradan biraz oynaya bilər. Reaksiyasını aldı qiymət yuxarı. İstəyir geri çəkilsin. Amma bizi qorxutmur. Əksinə qorxudur artıq. Niyə? Çünki qayıtmadı yuxarılara. Bu gün ilk dəfədir trade edirdim. Yəni buraları zaten görsəydim, mən buralardan dəfələrlə əməliyyat açmışdım artıq bura kimi. Sadəcə olaraq mentorluğun dərsləri ilə və s. tapşırıqlarla başım qatmışdım. Ona görə baxmadım heç qrafika bugün. Burada TP olmuşam. MetaTrader'da TP oldum. Əməliyyat uğurla nəticələndi. Belə uşaqlar. Yəni mən bu əməliyyata açarkən məna yükləməmişdim bu əməliyyata ki, bu əməliyyat TP olsun, yaxud stop olsa pis olacaq, nəsə bir şey yükləməmişdim mən buna. Sadəcə bazara qarşı avantajımı, üstünlüyümü göstərdim. Ola bilər, olmaya bilər. Bunu qəbul etdim, əməliyyatımı açdım. Hər hansısa bir, necə deyim, kənar bir, psixoloji bir təsirim olmadı. Yəni yol boyunca demədim, hə düş, biraz da düş, yaxud yüksələndə demədim ki, mən xahiş edirəm, düş aşağı. Belə şeylər yaşamırıq trade edərkən. Əgər həqiqətən də bu işdən pul qazanmaq istəyirsinizsə, bu hissləri dərk eləyib fərqində olmalısınız. Və bunun haqqında da dərslərimiz gələcək. Necə etməlisiniz? Hamısını paylaşacağım. Ekstra olaraq da köməkçi texnikalar var ki, bunlarla da siz daimi olaraq bu fərqindəliyi qoruyub saxlaya biləcəksiniz. Uğurlar hər kəsə. Hər kəs üçün bərəkətli bir gün oldu, ümid edirəm.